İmam Hüseyin əleyhissalam da öz yar-ı ənsarı ilə bu ayənin misdaqı. Məhz Ühud, Bədir, Hüneyn, Əhzab, digər savaşlardakı şəhidlər də şəhadətə zirvə, o fəth eləməklə, ucalmaqla, o məqama yüksəlməklə əldə ediblər. Amma İmam Hüseyin əleyhissalam öz əshabı haqqında və hədislərdə də varmızdır ki, hətta İmam əleyhissalam Həzrəti Əbəlfəzl əleyhissalamın ziyarətnaməsində buyurur, aramızda elm əhli olan tələbə yoldaşlar, alim qardaşlar var, buyurur, Əşhədu ənnəkə məvaytə alə ma məda aleyhil bədriyyun. Həzrəti Əbəlfəzl əleyhissalama buyurur ki, sən bu şəhadətə yüksəlməklə elə Bədrin və Ühüdün savaşında, o müharibəsində, cihadında şəhadətə yüksələnlər təki ucalmısan. Və hətta salam verəndə İmam Cəfər Sadiq əleyhissalam dayanıb Kərbəla şəhidlərinə və xüsusilə İmam Hüseyin əleyhissalamın ətrafında şəhid olanlara Əssəlamu aleykum ya ovliya Allah. Salam olsun sizə, ey Allah dostları, Allahın vəliləri. O səbəbdən biz bunların hamısını nəzərə alsaq, kiçik bir müqayisə aparıb və Kərbəla şəhidlərinə dönəcəm. Bilirsiniz, Bədir müharibəsində hətta onlar nigaran idi qarşı tərəfin sayının çoxluğuna görə. Halbuki, onların hər birinin atı da var idi, qılıncları da var idi, yanında suları da var idi. İnsan su olmadıqda zəifliyir, nə qədər güclü olsa, görürsən, xörəyə dözüm insanda daha çoxdur, amma susuzluğa o qədər, nə qədər güclü olsan da, susuzluqda taqətin. Bədir müharibəsində orada şəhid olanların və yaxud da ki, cihada hazır olanların suları yanında idi. Yəni, onların təminat sıxıntısı yox idi. Nə su ilə bağlı, nə ərzaqla bağlı. Üstəlik, hər birinin atı, hətta tarixdə bəzilərinin 2 atı var idi. Amma gəlin o səhnə ilə Bədir əshabının halı ilə Kərbəlada olan şəhidlərin halını, bunların nəinki atları, hətta bunların suları belə yox idi. Və Uca Rəbbimiz Quran-ı Kərimdə Peyğəmbərimizə bu haqda onların müstərib, nigaran, çox narahatlıq ruhiyyələrində yarandığından ayət-i şərifədə buyurur, İz təstəğithunə rabbəkum. Ya Peyğəmbər, onlara de ki, onlar nigaran olmasınlar. Uca Rəbbin olan Allah onlara yardım göndərəcək. Fəstəcabə ləkum ənni mumiddukum. Biləsiz, mən sizə kömək eləyəcəm, yardımcı olacam. Özdə bi əlfin minəl mələikəti murdifin. 1000 mələk sizə kömək yollayacam. Baxın, bunlar köməyin azlığına görə, baxmayaraq ki, döyüş silah sursatı ilə təmin olunublar. İstirab halındadılar, narahatda, təşvişdədirlər. Amma baxsaq, Kərbəla şəhidləri isə tamam başqa bir halda. Hətta həmin gecə ki, İmam Hüseyin əleyhissalam bəzilərinə deyəndə get, onlar ağlayırdı ki, məyər bizim sənin qarşında Peyğəmbər balasının, dövrün zamanın imamının qarşısında şəhid olmağa ləyaqətimiz yoxdurmu? Yəni, İmam əleyhissalam imamət haqqın boyunlarından götürüb onları azad edir. Amma insanlar, fərqi istəyirəm. İkinci bir fərq, hətta onlar öz köməksiz halda olduqlarını, çarəsiz qarşı tərəfin sayının fərqini gün kimi aydındır. Özləri canlı şahidi olaraq görürdülər. Amma onlar sabahları şəhadət zirvəsinə ucalacaq deyə bir gün öncə hətta deyərdilər, gülərdilər, zarafat edərdilər.
Bəziləri içərilərindən tarixdə varımızdır. Mərhum Şeyx Şüştəri ağanın Əl-Məvaizül Ədədiyyə əsəri var. Bu söylədiyimi orada oxumuşam. Deyir, hətta bəziləri bir-birinə irad edir ki, deyir ki, sabah biz şəhid olacaq, sən niyə gülürsən, niyə zarafat edirsən? Deyir, bəziləri hətta bu cavabı verib ki, deyir, mən ömrümdə zarafat eləyən olmamışam. Mən təbiətən zarafatçıl deyiləm. Amma sabahki məqamım məni xoşhal olmağa, yəni mühüm olan sondur, aqibətdir. Bizim elimizin arasında xalq millət olaraq çox gözəl xüsusiyyətlər var cəmaət arasında. Onlardan biri budur. Yəqin ki, indi düzdür, Salam müəllim müəyyən rəsmiyyət var. Amma xüsusilə rayon əhli olan əzizlərimiz, özüm də uşaqlıqdan bunun şahidi olmuşam. Məsələn, sabahın xeyir deyəndə deyir, aqibətun xeyir. Günortan xeyir deyəndə aqibətun xeyir. Axşamın xeyir deyəndə aqibətun xeyir. Yəni sübh də, günorta da, axşam da xeyirli olması üçün sonluq mühümdür. Ola bilər birinin sübhü xeyirli olsun, amma günortası xeyir olmasın. Günortası xeyirli olsun, amma axşam ki sondur. Biz insanlarıq, insanların əvvəlinə baxırıq. Amma uca Rəbbimiz həmişə sona baxır, sona qərar verir. Məsələn, biri 10 il başqa bir yolda olub, tövbə eləyib, qayıdıb, ibadəti, hər bir şey yerində də olsa insan deyir, dünə necəm belə olub, indi belə. Əzizim, uca Rəbbimiz insanın sonuna baxır. Amma biz insanlar əfsuslar olsun ki, keçmişdə olanları baş sərki. Məyər sən özün günahsızsanmı? Məyər sənin bir pis işin olmayıbmı? O pisi Allah sənə sərki edirmi? Sənə baş sərkisi vururmu? Yox. Odur ki, sən də etməyəcəksən. Gərək insanlıq halında özün eyibsiz, nöqsansız, günahsız olmadığına görə bir insanın öncədən etdiyi günahlarını tövbə edib, Quran-ı Kərimdə Hucurat surəsində uca Rəbbimiz bu hərəkəti edənlərə, bu səpkidə olan insanlara buyurur ki, bu necə keçmişdə olanları qabartmaq demək, bu zalimlara, fasiqlərə, Allahın bəyənmədiyi insanlara xas olan bir işdir deyə adlandırır. Hucurat 11-12 bu ayələrdə. O səbəbdən bəziləri cavabı bu olur ki, mən sabahki son aqibətimə görə sevindiyimdən zarafat eləyirəm. Ona görə Allah hər birimizin aqibətini xeyirlə tamamlasın inşallah.